Siz bilirsiniz ki, gecikdirilən hər günün maaşına görə sizə əlavə pul ödənilməlidir. Bunu biz demirik, bunu qanunvericilik deyir. Nə şəkil deyir, qayda nədir? Buna bağlı xəbərimiz olacaq. Diqqətlə dinləyin. 12 may tarixidir. Açıqlamamız isə belədir. Məlum olduğu kimi son günlərdə bəzi dövlət qurumlarında işçilərin maaşının gecikməsi məsələsi gündəmə gəlir və bu da haqlı olaraq işçilər arasında narazılığa səbəb olub və təbii ki, əmək münasibətləri məsələsini yenidən gündəmə gətirir bu cür hadisələr və mövzu ilə bağlı Baku Post Aza açıqlama verən əmək məsələsi üzrə ekspert Etibar Qarayev bildirir ki, əmək haqqının verilmə müddəti əmək məcəlləsində dəqiq şəkildə tənzimlənir. Onun sözlərinə görə təcrübədə bəzən işə götürənlər istehsalat və ya ümumi fəaliyyətlə bağlı səbəbi əsas gətirərək əmək haqqının verilmə müddətini pozur və nəticədə ödənişlər də gecikir. Əmək məcəlləsində isə bu hal dəqiq tənzimlənir və qeyd olunur ki, əgər əmək haqqının verilməsi işə götürənin təqsiri üzündən gecikirsə və bu hal əmək mübahisəsi yaratmırsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının ən azı 1% məbləğində əlavə ödəniş verilməlidir. Hüquqşünas həmçinin də əlavə eləyir ki, əmək haqqının gecikdirilməsi işçilərin hüquqlarının pozulmasıdır və belə hallarda işə götürənin qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. Belə vəziyyətlə üzləşən işçilər isə dövlət əmək müfəttişliyinə müraciət eləyə bilərlər.